Deməli, bu sual mart qəbuluna düşən bir sualdır. Ümumiyyətlə imtahanlarda 2 dəfə düşüb, aprel 2024-də də düşmüşdü. İlk dəfə oradan başlamışdılar salmağa. Əslində çətin bir sual deyil, rahat bir sualdır. Sadəcə bu misalda oxlara fikir vermək lazımdır. Yəni bəzilərində ox sola qoyulur, bəzilərində sağa qoyulur. İndi bilmirəm necə görsənir burada. Deməli burada ox sola qoyulub, ağzı sola. Burada oxun ağzı sağadır. Burada da sola biraz üstündən çəkim ki, biraz yaxşı görsənsin. Bu da sağa. Deməli belə. Nə deməkdir bu? Bəzən tələbələr niyə çaşır bunu eləyə bilmir? Burada xəttlərlə iş görür. Deməli, bir dənə xətt var, 0 xətt var. Bəs burada niyə 2 dənə oldu? Yadınızda saxlayın, bu misallarda hissələrlə iş görmək lazımdır. Hissələrlə. Yəni ki, birinci fiqurda 1, 2 dənə hissə var. İkinci fiqurda 1 dənə hissə var. 2 ilə 1-i, yəni əgər ox sola baxırsa, deyir onları neynə? Topla. 1, 2, 3. Yəni ox sola baxırsa neynəmək lazımdır? Toplamaq. Bəs yaxşı, 2 hissə burdadır, 1 hissə burdadır. Cavab da nədir? 1. Yəni ox sağa baxırsa deyir, neynəmək lazımdır? Çıxmaq lazımdır. Yəni nümunəni də elə belə izah üçün deyə bilərəm. Deməli, ox sola baxırsa toplamalıyıq. 1, 2. Bu da 1. Toplayıram, eləyir 3. Ox sağa baxırsa artıq 2-dən 1-i çıxmalıyam, eləyir 1. Doğrudan da 3-lə 1-in cəmi 4 eləyir və burada da neçə dənə? 4 dənə hissə var. Cavabı tapaq, amma cavabda diqqətli olaq ki, ox sağa baxdığına görə bu da çıxmadı, bu da çıxmadı. Burada toplama vermir. 1, 2, 3. 1, 2. Sağa baxdığına görə 3-dən dedi ki, 2 neynəməsi çıxmalısınız. 1. Üstünə gəlirsiniz, bu neçədir? 9 hissədir, bu da 5 hissədir. 9-dan 5-i çıxıram 4. Bir də özü minus qoyub ha bura. Bura diqqət edin. Özü plus verib, özü minus verib. Və prosto deyir 2 hissəni də neynə? Çıx. 5-dən də 2 çıxıram edir 3. 3 də bizdə hansı variant olacaq? B variantı olacaq. Belə.